Salam dostlar, Beyond the Screen'e hoş geldiniz. Carl Jung deyirdi ki, xaricə baxan insan xəyal qurur, içəriyə baxan isə həqiqətən oyanır. Səhər oyananda bir çoxumuz dərhal telefona uzanırıq, xəbərlərə, sosial şəbəkələrə və öz içimizdə nə baş verdiyini unuduruq. Bugün Jung'dan ilhamlanaraq səhər ekran açmadan əvvəl edə biləcəyiniz sadə, amma çox dərin bir fərqindəlik addımını paylaşacağım. Gözlərinizi yumun, dərindən nəfəs alın. İndi özünüzə sakitcə soruşun. Bu səhər içimdə hansı qaranlıq hiss və ya hansı kölgə məni idarə edir? Sadəcə soruşun və dinləyin. Heç nəyi dəyişdirməyin, yalnız müşahidə edin. Jung xəbərdarlıq edirdi. Şuuraltınızı şuurlu hala gətirməsəniz, o sizin həyatınızı idarə edəcək və siz buna talə deyəcəksiniz. Bu kiçik içə baxış sizi avtomatik reaksiyadan həqiqi şuur anına qaytarır. İndi siz də sınayın, şərhlərdə yazın. Bu səhər içimdə nə gördüm? Bəyənməyi və abunə olmağı unutmayın. Növbəti dərin fərqindəlik videosunda görüşənədək ekranların ötəsində həqiqi oyanışla qalın.